Ya Allah, salam əzizləyicilərim, sizi Binə qəsəbəsindən Binə Səmlək olaraq salamlayıram. Binə qəsəbəsində, Binənin tam mərkəzində, tam storla üzbəyiz 88 nömrəli məktəbin tam yaxınlığında əsas ana yoldan içəri təxminən 300 metrə məsafədə 2 sotun içində 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatına gəlmişik. Gördüyünüz kimi evimizin həyət hissəsidir bu. Böyrünə də keçidi var, kombi orada yerləşir. Deməli, bu həyətimizin genişliyi, bax belə, 2 dənə rahatçılıqla maşın gelir. 2 mərtəbədir, birinci mərtəbədə istip oldu, 1 ilə 2'nin arasında monolit beton istip oldu. Qazı, işığı, suyu var. İndi evimizin çöl görünüşü küçədən də sizə təqdim eləyəcəm. Bax belə, bu həyət hissəsi. Əzizləyəcəyimiz, bu da evimizin küçədən olan hissəsi, bax belə. Bax, bu əsas yoldan təxminən 300 metrə məsafədə yerləşir. İnkeç evimizin içində təqdimatını eləyəcəksə, bütün kommunallar mövcuddur. Sənəd paket kupçadır. Evimizin bu böyük tərəfinə də bax, gördüyünüz kimi yeri var. Allah ev olmayanlara ev, gözəl evlər nəsib eləsin inşallah. Salam eləki, bu da evimizin dəhliz hissəsidir. Gördüyünüz kimi kermogranitdir, istip oldu. Sağ tərəfdə belə bir geniş qonaq otağıdır. Sol tərəfdə mətbəx yerləşir. Gördüyünüz kimi şəbəkə pəncərələrlə, qoşadaşla inşa olunur. Burada sanuzellə sanitar qovşağıdır. Aksesuarlar qoyulacaq, kabinası da var. Keçdiyi evimizin hissəsinə. Deməli, birinci mərtəbədə beton istipol, 1 ilə 2'nin arasında monolit betondur. Beton pilləkəndən çıxırıq. İkinci mərtəbəyə çıxırıq. Gördüyünüz kimi ikinci mərtəbənin dəhliz hissəsindəyik. Burada sağ tərəfdə sanuzellə sanitar qovşağı. Gördüyünüz kimi aksesuarlar qoyulacaq. Solda bir yataq otağı. Bu ikinci yataq otağı. Bu da evimizin üçüncü yataq otağı. Sənəd kupça paketdir. İpotekaya kiməsə düşürsə ipoteka yararlıdır. Qiymət 182.000 manat. Real alıcıya ev sahibi tərəfindən real alıcıya indirim olacaq. Binə Səmlək olaraq hər zaman xidmətinizdəyik. Ev satıb almaq istəyənlər buyurub əlaqə saxlaya bilər. Binə Səmlək olaraq 050 246 15 08. Bəyəni paylaşmağı, takip atmağı unutmayın. Hər birinizə təşəkkür edirəm öncədən.